O biraz üzümüz də gülsün. Mənə dostlardan biri danışdı, deyir, getmişdik başqa ölkəyə. Neçə 10 nəfərə yaxın dost. Gəldik, çatdıq. İndi oteldə qalırıq, otaqda da. Ayrılıb 2 dostlar getdilər, əsimiz 2-3 nəfər bir yerdə. Məsələn, bir otaqda, o birisi. İndi 2 dənə dostumuz da bir otaqda qalmışdı. Axşam vaxtı deyir, biri gəldi, kondisioneri yandırdı. Yatdı. Hava, ev, otağın sərinləşdi. O birisi yuxudan durdu, gördü, soyuqdu, getdi, söndürdü. Budurdu, gördü, istidi, getdi, yandırdı. Budurdu, gördü, soyuqlu, söndürdü. Təxminən səhərə qədər bir 10 dəfə bu yandırıb, 10 dəfə bu söndürüb. Amma bilmirlər nə var, nə yox. Səhər oldu, o biri düşdü birinci qabağa, getdi resepsiyona yaxınlaşır ki, qardaş, bu nə otaqdır, bu nə oteldir, belə otel olardı. Nə olub, qardaş? Deyir, bu nədir, yandırıram, kondisioneri sönür. Bu nə otaqdır axı? Belə otaq olar. Bu qədər də pul alır. Biraz danladı, bu çıxdı, getdi, keçdi kənar, o birisi gəldi, düşdü. Ya qardaş, dedi, bu nə otaqdır vermişsin? Nə olub axı? Deyir, bunu söndürürəm, kondisioner yanır. Deyir, axırda o resepsiyon qaydır bunlara ki, qardaş, problem bizdə deyir, problem sizdədir. Bir dənə 2 dəqiqə oturub söhbət edirsiniz bir-birinizlə. Bilirsiniz nə var, nə yox. Biriniz yandırırsınız, biriniz söndürürsünüz. Siz özünüz aranızda söhbət eləməmişsiniz. Məsələn, bir-birinizlə danışsaydınız, mənim üstümə də gəlməyəcəydiniz. İndi bəzi vaxtlar 2 nəfər oturub 5 dəqiqə özü ilə söhbət edəsələr, biləcəklər ki, işığı kim yandırıb, kimsə öldürüb. Bir-birinə danışmırlar axı, bunlar dərdlərini danışmırlar. Bu neçə ildir evlənir, 2-3 ildir, məsələn 5 ildir yığışıb qalıb bunun içində. Anasına danışıb, bacısına danışıb. Bu da o birisi o cümlə belə. Səbr edirik. Səbirdən mühüm məsələ həll edirik. Məsələ həll edin. Oturun dərdləşin. Bu bir məsələ.